Salam əziz müəllimlər və şagirdlər. Bugünkü video izahda sizə Nəcəf bəy Vəzirovun Müsibət Fəxrəddin əsərini çəkib paylaşacağam. Qeyd edir ki, bu dərs 10-cu sinif ədəbiyyat dərsliyində verilmişdi və 3-cü qruplara düşən əsərlərdən biridir. Və əsəri mən tam hissədən, orijinal hissədən oxuyacağam və əsas lazımlı məqamların altına xəttləyəcəm. Siz də əsas lazım olan hissələri qeyd edərsiniz, götürərsiniz, mənlə bərabər oxuyarsınız. Bu əsərdən bilin ki, 1896-cı ildə yazılmışdı və bu əsərdə faciə janrı əsası qoyulmuşdu. Bu mənsur faciədir, amma mənzur faciədə bilir ki, 1910-cu ildə Hüseyn Cavidin ana əsəridir. Müsibət Fəxrəddin 6 məclisdən ibarətdir və burada maarifçi ideyaların təbliği verilmişdir və əsərdə bilin ki, tərəqqiyə, xoşbəxt həyata mane olan cəhalət və nadanlığın ifşası idi və əsərdə qan davası məsələlərinə toxunulur. Əsəri başlayacağım bir-bir oxumağa, daha sonra obrazlar haqqında məlumat verəcəm. Əsər ola bilsin ki, böyük əsərdir, amma videomuz ola bilsin ki, uzun oldu, ona görə 2 hissəli çəkib paylaşacağam. Başlayalım əsərimizi oxumağa. İlk öncə əsərin əvvəlinə baxaq. Bilin ki, əsərin ikinci adı çəkmə, çəkə bilməzsən, bəlkə fələyin yayı adı altında gedir. Və Fəxrəddin bəy bilir ki, cavan oğlandır və Almaniyada təhsil almışdır. Mələk xanım həmin Fəxrəddinin anasıdır, Şahmar Fəxrəddinin qardaşıdır, Hacıdır, Xəlildir ki, bunların nökərləridir. Və nökər demək, həm də ki, yaxın dostları da deyə bilərik. Dostlardan əlavə nökər gedir, amma bunlar nökərlərə nökər kimi rəftar eləmirlər, yaxın adamlar kimi rəftar edirlər. Rüstəm bəy də böyük mülkədardır, Mahmud bəy Rüstəmin oğludur, Sadiq xanım Rüstəmin qızıdır, Gülbahar Mahmudun həyat yoldaşıdır, Fəxrəddinin bacısıdır, Mələyin qızıdır. Vəli də Rüstəm bəyin nökərlərindən biridir, Əhməd də Rüstəm bəyin nökərləridir və Hürü də qoca qadındır, qulluqçudur. Cahangir bəy də Rüstəmin dostudur, mülkədardır. Bu da Fərhadla Məhərrəm də Cahangir bəyin dostlarıdır. Başlayalım əvvəlinci məclisdən. Vaqe olur Rüstəm bəyin otağında. Avropa qaydasında bəzənmiş Rüstəm bəy əyləşib səndəli üstə. Tək. Rüstəm bəy tək öz-özünə monoloq formasında. İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam. Həmişə və hər yerdə düşmənə faiq gəlmişəm. Bir Allahdan savayı heç kimdən qorxmamışam. Mən haman Rüstəməm ki, top dağıtmaz Zümşüd bəyin evini xaraba qoydum. Və Rüstəmin dilindən nələrin şahidi olduq, bunları qeydliyim. Mənə bir təşəxxüs, yəni lovğalıq satmaqdan ötürü Kərim xanın yurdun xaraba qoydum. Tarmar elədim, evinə od yurdum, külün havaya soğurdum. İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam. Durur ayağa. Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətli, arvad sifətdə uşaqdan çəkinəcəyəm. Mən Rüstəmin zamanə, heç vaxt. Görək Fəxrəddin atası, demək Heydər Fəxrəddin atasıdır. Heydər bəydən qoçaqmı olacaq ki, demək Heydər də Rüstəm öldürübdür. Əli qılıncı qabağında, dovşan tazı qabağından qaçan kimi bazıyırdı. Özün öldürdüm, qızını güclə oğluma gətirdim. Görsən Rüstəmin dilindən bunları bilirik ki, deyir Heydəri öldürdüm, qızı Gülbaharı zorla oğluma gətirdim, qardaşlarımı bu vilayətdən itirdim. İndi mən məgər ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın. Demək Heydər Rəşidi öldürübdür. O mən deyiləm, Əhməd, Vəli, hərgah onun atası yolu göndərməsəm, bu papaq mənə örvətlə səy olsun. Əlini vurur başına. Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər. Mən gərək o evi xaraba qoyum. Əhməd, Vəli bellərində xəncər tapanca daxil olub baş əyirlər. Rüstəm bəy Fəxrəddin bəy Heydər bəy oğlu deyirlər gəlibdir. Onu görəniniz varmı? Demək, bu nökərlərdən soruşur. Hələ özü də, yəni Fəxrəddinin gəldiyini Rüstəm özü də görməyibdir və bu nökərlər də görməyibdir. Sadəcə eşidiblər. Ölənəcən mənlə əlləşən atası Heydər bəyə bənzəyirmi? Əhməd, xeyr ağa, görməmişik. Demək, heç kim görməyib hələ ki.
Ancaq belə söylərlər ki, çox qəribə oğlandır, alçaq, mülayim, əlavə deyirlər ki, öz rəiyyəti üçün mülkündə azarxana və məktəbxana açıbdır, həkim gətirib, mama gətirib. Rüstəm bəy, eşitmişəm, demək Rüstəm bəy bunları eşitib. Fəxrəddin tamam dünyanın gözü olsa, yenə mənim oğlum Rəşidin əvəzi deyil ki, onu Heydər bəy para eləmişdi. Demək, Rəşidi öldürən Heydər bəydir. Nə qədər Fəxrəddin gözəl olsa, nə qədər kamallı, ağıllı olsa, mənə bir elə artıq xoşdur. Çünki onu qəza oğlumun qanına layiq əvəz göndərib. Və mənim üçün məqam-ı intiqam Əhməd, yəni səkdə sakitçilik, Əhməd, Vəli, Rəşidin yadigarları. Yəni Əhmədlə Vəliyə Rəşidin yadigarları deyir. O bədbəxt gecə Rəşid can verən zaman biz əhd peyman elədik. Öz aramızda əl tutuşduq. O əhd peyman yadınızdan çıxmayıbdır ki, Əhməd cavab verir. Xeyr ağa, elə halət, elə məqam yaddan çıxa bilməz. Mümkün deyil və adın kişi qoyan sözü bir gərək. Başımızdakı papaqdır ağa, övrətlə səyi deyil. Vəli, əvvəl axır ölümdür, bunu deyən Vəlidir. Ağa, qoy can puç olsun, qeyrət yolunda, namus yolunda. Rəşid ağamın müsibətini unutmaq olmaz. Rüstəm bəy, mərhaba, mərhaba. Cavabınız mərgidin cavabıdır. Çörəyim sizə halal olsun. Əgər sizlə bir yerdə oğlum biçarə Rəşidim sağ olsaydı, o da mənə belə cavab verərdi. Hardasan oğul, belimi sındırdın oğul. Yaraların yadıma düşəndə dünya və aləm başıma aylanır. Bədənim ot tutub yanır, başımdan tüstü çıxır oğul. Oğul, sənin qanını yerdə qoymaram. Oğul, qəbirdə rahat yat. Hərgah meydana tək qalsam, yenə düşməndən əl çəkməyəcəm. Yəni burada artıq oğlu Mahmudu nəzərə tutur ki, onu bilir ki, yəni Mahmud onsuz da bunun yanında deyil. Yəni bu söhbətdə, bu davada Mahmud bunun yanında deyil. Əhməd, nə buyursunuz ağa? Məgər biz qırılmışıq ki, siz meydana tək qalasınız və Əhməd deyir. Nə qədər bədəndə canım var, nə qədər nəfəsim gəlib gedir, and olsun Rəşid bəyin canına, Rəşid bəyin öz canına, mən düşməndən intiqam almamış, ondan əl çəkməyəcəyəm. Sonda Əhməd həm də Mahmuda da belə söz verir. Vəli, ağa, məni güllə ilə vurub öldürsəydiniz, bundan yaxşı idi ki, o sözü buyurdunuz. Məgər Rəşid yaddan çıxa bilər, Rəşid ağanın qanı tək mən alacağam və bir adam başı kəsməklə ürəyim soymayacaq, onu yəqin bil. Bu qeyrətdən, bu namusdan sonra ki, sizdə gördüm, mənim dərdim %1 qaldı, dərdimin %1-i qaldı. Allah sizdən razı olsun, ancaq oğlanlarım, tələsmək lazım deyil. Mən necə tərbir töksəm, o qayda rəftar edərsiniz. Demək, Rüstəm, nökərənə oğlanlarım deyə müraciət edir də, yəni öz oğullarından seçmir. Həbsindəki Fəxrəddingil. Amma o vədəyə ki, bu barədə lalkar olmaq gərək, başa düşürsünüz ki, nə deyirəm. Əlbəttə ağa, necə ki başa düşmürük. Düşməni ayırtmaq olmaz, onlar da güclüdürlər. Yəni deyir ki, bizim bu plandan onların xəbərləri olmasın. Yəni Fəxrəddingilin xəbəri olmasın. Çox yaxşı, gedin, Allah sizdən razı olsun. Mahmudu buraya göndərin. Və Əhməd və Vəli baş vurub gedirlər. Rüstəm bəy, tək. Hərgah mənim oğlum Mahmudda namus qeyrət olsaydı, mənim nişanlərimin %1-i onda tapılsaydı, o indiyə kimi qardaşının intiqamını almışdı və məni bu dərddən xilas eləmişdi. Video çəkir, hə. Heyf sənə, oğul, heyf sənə Rəşid. Of, uzun çəkdi. Allah o, and olsun Rəşid bəyin qəbrinə. Hərgah Mahmud övrətin sözünə baxıb bir qeyrətliyi qəbul eləsə, mən onu bir də oğul deyib çağırmayacağam. Ölüb ya itmiş hesab eləyəcəyəm. Mənim oğlum gərək mənim sözümə oxşasın. Bir qeyrət oğul mənə lazım deyil. Rəşid əlimdən getdi, ölmədim. Mahmud eləndə nə olacaq? Dünyada ömür elərmə. Elədin qeyrəti, namusu əldən vermə. Mahmud, nə buyursunuz? Gəl otur. Mahmud kənar səndəli üstə oturub. Gədələr dedilər ki, Mahmud deyin, danışmaq istəyir, Rüstəm qoymur. Səndən bir sual edəcəyəm, ona cavab ver. Mahmud bəy, buyurun, atası ilə danışır. Bu sənin Rüstəm bəy, Mahmud, sənin məhəbbətin artıq bu işləri yaddan çıxarmayın, bunların altına xəttəyəcəm, diqqətli olun. Rüstəm bəy, Mahmud, sənin məhəbbətin məni vadar elədi, mən də gedib düşmən qızını gətirdim. Cəbrən və evimdə gəlin elədim və öləndən sonra dövlətimə şərik. Demirəm pisdir, göyçək deyil, ağılsız, kamalsızdır, amma düşmən qızıdır.
Və bu düşmənçilik ki, bu saat bizim aramızda var və həmişə olacaq. Gülbahar mənim evimdə qala bilməz. Əlavə müsibətlə gələn qızı düşmən qapısına geri qaytarmaq özü bir böyük müsibətdir. Yəni deyir ki, bu dava qırğın var və mən onu gedib qaçırmışam sənin üçün. Və bu dava qırğınla mən onu gedib qaçırmışam, tərsən bu qızı da geri qaytarmaq da bir bəladır. Gülbahar gərək getsin. Qandın ki, tələbim nədir? Səndən cavab gözləyirəm. De görüm sözün nədir? Yəni, həm deyir ki, Gülbahar mənim evimdə qala bilməz. Əlavə müsibətlə gələn qızı düşmən qapısına geri qaytarmaq özü bir böyük müsibətdir. Yəni deyir ki, bir müsibətlə gətirmişəm, bir müsibətlə geri qaytarmaqdır. Amma deyir qala bilməz. Yəni bu qız geri qayıtmalıdır. Və bu hissələr bilin ki, yəni Rüstəm bəy Gülbaharı pisləmir, deyir, ağılsız deyil, kamalsız deyil, göyçəkdir, pis deyil, amma ki, düşmən qızıdır. Mahmud bəy, məni bağışlayın ata. Hərgah məhəbbət necə ki, buyurursunuz, sizi vadar elədi, gəlin barəsində cəbrən iş görməyə, ola bilərmi ki, haman məhəbbət mənə ola ikinci cəbrə o və zülmə? Rüstəm bəy, ola bilməz, ikinci təklif, hazırsanmı? Deyir, yaxşı, mən razıyam, qızı qaytarma, amma ikinci təklifim var sənə. Heydər bəyin evini tarmar etməyə, yurdunda bayquş ulatmağa, Rəşid bəyin qanını almağa. Mahmud bəy, sahibi ixtiyarsınız, amma Fəxrəddin bəyin haqqında doğrusu insaf yol vermir. Çünki o biçarə bir təqsirdir və özü o vaxt burada olmayıb. Hay, Rüstəm bəy. Mahmud, mən elə qabaqcadan bilirdim sənin cavabını. Heyf sənə Rəşid, yaralarını sübut edirdilər ki, düşmənə asanlıqla can verməmsən. Biçarə oğul, belimi sındırdın oğul. Mahmud bəy, inan ata, Rəşid bəyin müsibəti necə ki, sizə rahatlıq vermir, elə də mənim özümə, ancaq ata, Allah xətrinə, məni vadir eləməyin, nahaq qan tökməyə və zülm etməyə. Rüstəm bəy, burada kinayə ilə xafa, nahaq qan tökməyə, Rəşid, yəqin ki, mənə belə cavab verməzdim, yəni nahaq qan tökməyə. Mahmud, bu mərtəbədə sənə tuman əsər edib, ya bədbəxt. Bu hissələri artıq dərslikdə yoxdur. Mahmud bəy, məgər insaflı iş görmək binamusluq sübut edər, ata? İnsaflı iş görmək binamusluq, yəni namussuzluğu sübut edər. Rüstəm bəy, kifayətdir, gedə bilərsən, ancaq qaçıb Gülbahar xanım ilə pıçı-pıçı danışmayasan, təvəqqə eləyirəm. Mahmud bəy, ata, mən ölümə getməyə Rüstəm bəy, kifayətdir, Rüstəm qoymur danışmağa. Mürəxxəssən, yəni azadsan, gedə bilərsən. Mahmud bəy, gedə. Belə ki, sən haşlamısan, elə öz evində bayquş olacaq. Artıq dərslikdə bu hissədən verilir. Yəni, buralar dərslikdə yox idi. Rüstəm bəy, Rəşid, qanını yerə qoymaram. Yoxsa oturduğum yerə sinəm partlayıb bağrım çatlar. Bu qaranlıq gecədə gədələri götürüb gedirəm, od vuraram, evlərini, tayalarını və çölə çıxana gülləbaran edərəm. Bu söhbətləri, bu hissəni yaxşı qulaq asın. Rəşid bilsəm ki, evim tarmar olacaq, yurdum itəcək, yenə sənin qanunu yerdə qoymayacağam, oğul. Evlərini qas qalası eləsələr də, demək, Rüstəm Fəxrəddin gilini qas qalasına bənzədən Rüstəmdir. 100 nəfər adam da orada olsa, gərək mən intiqamı yerdə qoymayam. Mənə 2 etibarlı nökərim, Cahangir bəy, yoldaşları kifayətdir. Yəni, həm nökərlərim, həm də ki, Cahangir və yoldaşları kifayətdir. Vay Mahmud. Gülbahar. Artıq Gülbahar bu söhbəti eşidir. Uy, ay qardaşlarım, uy yazıq atamın evi. Qulaqlarım kar olaydı. Bu günə əhvalatı eşitməyəydim. İndi mən nə eləyim? Allah, dərdimi kimə deyim? Allah, kağız yazıb kimdən göndərim? Nə tövür onlara xəbərdar eləyim? Ağlım çəkir, Allah. Mən Fəxrəddinin ölümünə nə tab eləyə bilmərəm. Allah. Uy yazıq qardaşlarım, yetim canım, yazıq canım. Hələ Gülbahar özü də qardaşını görməyib heç. Qərib canım, sizə qurban ölüm mənimdir. Allah, yıxılır səndədir üstə, gözlərini örtüb ağlayır. Sənli qaybanə oxur. Yəni, qeybdən bir səs oxunur. Yer yaran bu gəlişi fələkin kəcmədarı var. Bu hissələr qeybdən oxunur. Saadət xanım, daxil olur. Gülbahar, nə olubdur? Gülbahar, de görüm nə olub? Səsini çıxar. Allah xərcdən, məni qorxutma. Gülbahar xanım. Müsibət yerdən görəcən, Saadət. Canım sənə qurban, bağrım çatlar, aman günüdür, Saadət xanım. Gülbahar, sən məni həqiqətən qorxudursan, Allah xətrinə, tez ol, sözünü de. Gülbahar,
Səadət, insaf məqamında sənin atan, bu üstlərdə diqqət olun, sənin atan mənim atam ilə düşməndir. Aha, Gülbaharın dilindən bunları biləcəyik. Sənin atan mənim əmlərimi nahaqdan diyar saldı. Demək, bunun əmlərin Rüstəm diyar salıbdır. Mənim atam sənin qardaşını öldürdü. Sənin atan mənim atamı. Belə deyir, 3 qan bunlar ilədir, 1 qan mənim atam. Görək bundan sonra Fəxrəddinin taxısı nədir? Sən istəyərdinmi ki, Fəxrəddin oy dilim ağzım qurusun Allah. Fəxrəddini öldürsün demək istəyir. Səadət. Fəxrəddinin başına bir tük əski olduğuna can, mənim 2 gözlərim kör olsun. Gülbahar, Allah xatirinə görək danış görüm, təzədən qəza başımıza nə görmək, gətirmək istəyir. Gülbahar xanım, bu saat mən eşitdim, Allah heç bacılara göstərməsin. Rüstəm bəy nökərlərin məsləhət gördülər ki, bir qaranlıq gecədə gedib mənim atamın evini yandırsınlar və çölə çıxanı gülləbarın eləsinlər. Fikirləri Fəxrəddini öldürməkdir. Fəxrəddin 3 ay deyil, Almaniyadan gəlibdir. Demək, ilk dəfə eşidirik ki, Gülbaharın dilindən ki, Fəxrəddin hələ 3 ay deyil ki, Almaniyadan gəlib. Mən onu görməmişəm. Deyir, hələ burada da yenə gördük ki, Gülbahar Fəxrəddini görməyib. 3 aydır gəlib və Fəxrəddini görməyib. Belə zülm olarmı ki, bunlar başlamaq istəyirlər? Səadət xanım. Bir dəqiqə. Bu oldu çətin məsələ. Allaha pənah, ağlamaq məqamı deyil. Belə işlərdən fikir lazımdır, Gülbahar xanım. Qorxuram biz onları xəbərdar edənəcən iş işdən keçər. Əgər məsləhət görürsən, mən özüm qaçım xəbər verim. Gülbahar özü gedib xəbər vermək istəyir, amma Səadət qoymayacaq. Uşaq olma, səbr elə bu saat. Hürü nənə, ay Hürü nənə. Ancaq təvəqqə edirəm, rəftarına təğyir olmasın və özünü arxanı saxlayasan, eşitirsənmi? Hürü. Belə nə var, Hürü nənə sizə qurban? Səadət xanım, yaxın gəl Hürü nənə. Bir çətin işə düşmüşük. Dərdimizə əlac əgər bizi istəyirsən, Hürü nənə, nə səni, nə Gülbaharı. Bax, bircə belə istəmirəm. Bircə belə də istəmirəm. Aha. Yadına düşüb, bilmirsən nə pəstaha açasan, Fəxrəddin, deyir, Fəxrəddin Hürü deyir, Fəxrəddin yadına düşürdü, bilmirsən nə pəstaha açasan, Səadət xanım, Hürü nənə, zarafat yeri deyil, bir xatalı işə düşmüşük, səndən savayı hörmət yerimiz yoxdur, Hürü, biri canım var, o da sizə qurban, Səadət xanım, bax, Gülbahar. Gülbaharı bu əmcəklərimlə bəsləmişəm. Fəxrəddini çiynimdə böyütmüşəm. Demək, burada görürük ki, bir dəqiqə, Hürü nənə deyir ki, Səadət xanım, bax, Gülbaharı da bu əmcəklərimlə bəsləmişəm. Fəxrəddini çiynimdə böyütmüşəm. Sən də ki, Fəxrəddinin yarısısan. Yəni, demək, Hürü Gülbaharı da böyüdübdür. Yəni, belə deyək də, həm də ki, Hürü mələyi ilə yaxından tanıyır da. Gülbaharı da bu böyüdübdür. Fəxrəddini də bu böyüdübdür. Və sən də ki, Fəxrəddinin yarısısan, səni onlardan da artıq istəyirəm. Səadət xanım, mən onu çoxdan bilirəm, ancaq bəli bax, Hürü nənə, bu saat evdən xəlvət çıxarsan, düz Fəxrəddin bəyin yanına, təkcə özünə deyərsən ki, bizi qırılmışlar, sözü bir yerə qoyublar ki, gedib onların evlərini bir qaranlıq gecədə yandırsınlar və çölə çıxan gülləbaran eləsinlər. Və bu işdən ötürü Cahangir bəyi də köməyə çağırmaq istəyirlər. Fəxrəddindən təvəqqə eləyirəm, bu xaraba vilayətdən baş götürüb getsin, qalmasın bu dağılmışda. O ki, qaldı mənim fikrimi çəkməsin. Mən onun hər yerdə olsa, salamatlığı məndən ötürü kifayətdir. Mən ölənəcəm, bivəfalıq eləməyəcəyəm. Nə qədər canım sağdır, bu canımı onun yoluna qoymuşam. Amma Hürü nənə, bax, Allah xətrinə, bu xəbəri bir kimsə gərək bilməyə, Fəxrəddinə deyərsən. Aman günür, bizi bəlaya salarsan, atam bilsə, əvvəl bizi qırar, dürüst fikirdə saxla. Hürü, arxain ol, bilsəm ki, məni tikə-tikə doğrayacaqlar, ətimi şişə çəkəcəklər, yenə demərəm, özüm də gedəcəyəm, başınıza dönüm. Bu iki qocalar, bir sənin o mürdəşir üzün yumuş atan, bir də Mələk xanım imansız, iki xanımanı tarmar eləmək istəyirlər. Gülbahar xanım, Hürü nənə, canımı sənə qurban, danışmaq yer deyil, aman günür, özünü tez yetir Fəxrəddinə. Gündüz getmək olmaz, gərək gecə tamam obanı yuxuya verib, ondan sonra gedim. Bürünərəm yapıncını, başımı basaram, papağı əlimə alıram, çomağı düzələrəm yolun ağına. Əlac nədir? Burada deyir ki, bürünərəm yapıncını, başıma basaram papağı, əlimə alaram çomağı. Burada elə oxudum ki, vurğular düz düşmədi.
Düzələrəm yolun ağına. Əlac nədir? Axşama bir zad qalmayıb. Saadət xanım. Bu yaxşı məsləhətdir. Bir də Hürür nənə. Fəxrəddinə deyərsən ki, gör nə məqamdır ki, 5 il ayrılıqdan sonra buraların ayrılığı artıq 5 il keçib. Demək 5 ildir ki, artıq bunlar görüşmür və Fəxrəddin 5 ildir ki, Almaniyadadır. 5 il ayrılıqdan sonra mən dübarə onunla ayrılmaq istəyir. 5 il gözlərimi tikmişdim onun yoluna, indi qəza bizi dübarə ayırmaq istəyir. Əlac nədir? Hər zülmə cəbrə tab bilərəm, ancaq Fəxrəddin salamat qalsın. Mən öz atamın xasiyyətinə bələdəm. Öz höcətliyimin öz höcətliyim o yerdəcək. Fəxrəddin buradan getsin, qalmasın. Bu xarabə vilayətdə insaf qalmayıb, mürüvvət qalmayıb. Əlavə Hürür nənə, Fəxrəddinə deyərsən ki, məni görməmiş getməsin, vay fələk. Demək deyir, Fəxrəddin getsin və mənlə görüşsün getsin, məni görməmiş getməsin. Gülbahar xanım, Hürür nənə, gətir ayaqlarından öpüm. Öpüm ki, gelib atamın xanimana dəyəcəkdir. Gətir ağzından öpüm ki, gelib Fəxrəddini öpəcəksən. Demək, bu yazıqlar bir-birlərini görə bilməyə, bacı qardaşlar bir-birini görə bilmirlər. Hürür, sən də bir yavaş görüm, ay qız. Bircə bu kişiyə deyən gərək, ay binyaman. Bu Fəxrəddin haman Fəxrəddin ki, qızın Saadəti 6-7 il oxudub, tamam vilayətin gözü eləyib. İndi bu da onun əvəzi deyir. Ay binyaman. O başı batmış. Hərgah Saadət bu qədər oxumasaydı, o da olardı bizim tayımızın biri. İndi bax gör ki, Saadət dildən ağızdan düşmür. Saadət üstə camaat az qala bir-birini qırsın. Ay sənə görüm öləndə dilin la ilahe illallah tutmasın. Saadəti bu məqama yetirən Fəxrəddin deyil, tufu yox olasan sən, murdar olasan, yəni murdar olasan sən, yandım, töküldüm. Mahmud bəy, nədir yenə ay Hürür qarı, dərvişlik eləyirsən? Hürür, üzün tutmuş qızlara, vallah deyəcəyəm, məni ölürsünə də deyəcəyəm. Davam edək. Mahmud bəy, de, Hürür nənə, qorxma, nə olub? Hürür, nə olacaq? Dəli qucurmuş atan təzədən yenə çarxı xoruz kimi girib meydana. Qoymaz görək dərdimiz nədir? Mahmud bəy, əhvaldan xəbərdaram, ancaq qorxmaq lazım deyil. Mən ölməmişəm ki, qoca təzə müsibət gətirə bilsin bizim başımıza. Elə fikirləri mən pozaram, qoymaram əmələ gələ, arxain olun. Saadət xanım, qardaş, biz heyvan deyilik, bizə insan deyirlər. O fikirlər Saadətindir. İnsan olan kəsdə məhəbbət gərək, insaf gərək, mürüvvət gərək. Atamızın bir ayağı qəbirdədir. Lazımdır ki, biz mane olaq onun vəhşən işlərinə. Nə olubdur, axır bəs deyil. Gülbahar xanım, Allah xatirinə məqdur, kömək müzayiqə eləməyin. Qardaşlarım cavandır, rəhm eləyin. Şahmar da dəlidir, xəta çıxar. Şahmar da Gülbaharın o birisi qardaşıdır, Fəxrəddinin qardaşıdır, belə deyil. Mahmud bəy, təklifşə düşmək lazım deyil. Əvvəla mən qoymaram, bir kəs o qəpiyə getsin. Hərgah mənim sözümə baxmayıb getsə, mən özüm də gedərəm. O qəsdə ki, qoymayın bir adama zərər yetişə. Dürüst arxain ol, vəssalam. Hürün. Vallah, ay Mahmud bəy, hərgah Fəxrəddin başından bir tük əksik olsa, and olsun əziz Allaha, mən bu əllərimlə sizin yurdunuzu tarmar edəcəyəm. Bir od vuracağam bu xarabaya, üstü aləmi götürsün. Xalqı sənin atan yaratmayıbdır ki, nə istəyirsiniz? Mahmud bəy, ay qara nənə, qoçum, Hürür nənə, bəri gəlin, axmaqlar, mən ölməmişəm ki, siz təşvişə düşürsünüz. Qoca kişidir, danışar, yorulub, oturar yerində. Bəri gəlin, gedək bağçaya. Mahmud bunlara aparır bağçaya. Burada da Hürünü bildik ki, Fəxrəddini böyüdür də, bunlara dayəli edibdir. Bu birinci məclis oldu, indi ikinci məclis başlayır. 24 dəqiqə gedib. Deyir, vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə. Qabağında miz üstə bir cüt yanan şam. Dəftərlərə baxır. Fəxrəddin bəy tək. Mənim ağlım heç kəsmir ki, kar xeyirlər bizim molla demişkən, bu tezliklə tamam olaydılar. Allah qoysa, 1-4 ilin içində bağ da hazır olar. Onun mədafili məktəbxanaya və azərxanaya kifayət eləyər. Məndən artıq xərc istəməz. Sonra Saadət xanım qollarını çirməkli dəstə açar belində gecə-gündüz əlləşməkdə. Cənab Fəxrəddin bəy də özü həmin bağban
Həmi dirikçi, həmi məktəb müəllimi pis ömür deyil. Hərgah qəza bivəfalıq edəməsə. Görək Allaha pənah. Hacı Murad daxil olur. Hacı Murad çağırır. Fəxrəddin nökərdir. Nə buyursunuz ağa? Fəxrəddin bəy, nə var nə yox Hacı Murad? Həkim mənzildən razıdırmı? Mollanın kefi necədir? Demək molla obrazı da var burada. Hacı Murad, molla uşaqlarla dərsdən sonra uşaq kimi oynayır. Həkim mənzildən çox razıdır. Ələxüs övrəti, inək də gəlibdir. Şadlıqlarından bilmirlər nə eləsinlər. Molla çox yaxşı oğlandır. Fəxrəddin bəy, çox yaxşı. Tüfəng çubuqları da vüsal oldu. Hacı Murad, bəli ağa, 2 ərəbə çox təmiz çubuqlardır. Çox pakizə. Sübh tezdən hamısını bastırarsan. Nə qədər fəhlə lazım olsa, bağbana deyərsən gətirsin. Əlavə şagirdlərin hamısını çıxardarsan köməyə. Çubuqları artıq saxlamaq yaxşı deyil. Hacı Murad, baş üstə ağa. Molla özü hazırlaşıb əyləşməyə. Sabah Allah qoysa qurtararıq. Hava da bozdur. Bu dəqiq yaxşıdır. Fəxrəddin bəy, çox gözəl. Gecə keçib, get rahat ol. Sübh tezdən durmaq gərək. Hacı Murad, baş vurub gedir. Fəxrəddin, hər iş öz yolundadır, şükür Allaha. İndi bir qaldı Rüstəm bəylə danışmaq. Bilmirəm, onu nə tövr eləyəcəyəm. Dünyanın hər bir işi cəngi məğlubədir. Amma vəhşi nadanlıqla cəng etmək mümkün deyil. Nə eləmək? Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Bunu deyən Fəxrəddindir. Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Fəxrəddin dilinləndi. Bir də bu həmişə Koroğluda verilmişdi bu fikir. Mələk xanım və Şahmar bəy daxil olurlar. Mələk xanım Fəxrəddin anasıdır, Şahmar da qardaşıdır. Bu gün dünya başıma aylanıb, heç yerdən qalxa bilməmişəm. Xəbərim də səndən olmayıb, ay oğul. Çox əcəb oldu ki, təşrif gətirdin. Şahmar, gəl otur, görək. Ana, ola bilərmi ki, Gülbaharı bura gətirərəsən? Yazıqdır, bilmirsən mənim könlüm nə mərtəbədə onu istəyir. O biçara yəqin ki, dəxi artıq bura gəlmək istəyir. Yəni, Fəxrəddin anasına deyir ki, bacısı Gülbaharı artıq gətirsin evə, bir görüşsünlər. Mələk xanım qolunu tutub. Yəni ufullayır Fəxrəddin bəy. Nədir yenə ufullayırsan? Nə bilim, o başına dönür. Elə ki biraz hava dəyişir, tamam yaralarım sızıldaşır. Gülbaharın anası ölsün. Onu qoyarlarmı bura gəlsin? Elə bu sızıldayan yaralarım Gülbaharı aparan vaxtı vurulan yaralar deyilmi? Zalim uşaqları başıma nə qədər satarır vurdular, qızdan əl çəkmədim. Elə dilimə çağırırdım, Heydər, Heydər, məgər qəbrin satlanmır. Sonra başladılar xəncərlə məni doğramağa. Demək, Gülbaharı gör nə zülmlə gətirib qaçırıblar da. Bilirsən nə var ana? Belə namərbut hərəkət ancaq bizim bu xaraba vilayətdə baş verə bilər və adına vəhşilik, nadanlıq deyirlər. Nə eləmək gərək? Mən hərgah bilsəm ki, Gülbahar bu saat özünü bədbəxt hesab eləmir və yaman yaxşı dolanır, keçərdim, işdir, olubdur. Mələk xanım, nə söyləyərsən oğul? Gülbaharı sən binamus hesab eləyirsən ki, düşmən evində özünü xoşbəxt hesab eləsin. Onun cürəti nədir? Şahmar bəy, pəh-pəh, əcəb söz eşitdik. Bu da bizim oxumuş sahibi Kamal qardaşımız. Yaxşı, bir mənə də görüm. Bir qızın atasını öldürərlər, evlərini basıb anasını 5 yerdən yara vurub, özünü cəbrən apararlar. O deyə bilərmi ki, mən xoşbəxt olmuşam? Mələk xanım. Oğul, atanın canı ağzından çıxanacan Fəxrəddin deyib çağırdı. Güllə dəyəndən sonra onun dırnaqları ilə kotan kimi eşdiyi yeri görsəydin, ağzından bir qarış çıxan kömür kimi qaralmış dilin görsəydin, uy Heydər, mənə köməksiz qoyub gedən Heydər. Gözlərim kör olaydı, səni bu halda görməyəydim. Heydər, Fəxrəddin, Xudaya, gör bizi müsəlman necə bədbəxt vəhşi nadan tayfayıq ki, bir nahaq bilməyənə işdən ötürü bu mərtəbələr, müsibətlər, düşmənçilik baham eləmişik. Vallahi deyirəm, belə hərəkətlərə dürüst fikir verəndə belə görünür ki, güya biz müsəlman tayfaların üstə göydən lənətnamə yenib ki, işığa çıxa bilməyəcəksiniz. Həmişə zülmətdə qalıb, vəhşi nadanlıq gücü ilə bir-birinizi tələf edəcəksiniz. Aşkar görürəm, sübut uzaqda deyil. Mən buraya gələn 3 ay deyil, bax bunu da artıq yenə Fəxrəddin öz dilindən eşitirik. Birinci Gülbaharın, sonra Fəxrəddinin. Bu 3 ay ərzində 200 adam dəqiqdə artıq elə bizim ətrafda bir-birini tələf ediblər. Məgər bu vəhşi nadanlıq deyil, insaf yox, mürüvvət yox, qanacaq tərbiyə yox məgər.
Məgər şəriət bizə göstərən yol budur. İnsaf məqamında durun. Anacan, qardaşım, axır mənim atam Rüstəm bəyin cavan oğlunu tək eləmişdi. Necə ki, atamın müsibəti bizi yandırır, elə də Rəşid bəyin ölümü atasını, qardaşını yandırır. Siz nə insafla işə bir göz ilə baxırsınız, Şahmar bəy. Çox yaxşı, tutaq bu oldu əvəz-əvəz. Bəs bizim əmlərimizi ki, Rəşid onların bir barmağı olmazdı. Hərəsi 100 atlıya bərabərdir. Kim diyar bə diyar saldı? Əlavə, ana, biraz başını, Mələk xanım başını açır. Bu yaralar nə deyirsən? Yox, qardaşım, Fəxrəddin, belə deyil. Onu mən deyirəm. Əlaməti vəhşilik, heyvanlıq, nadanlıq, artıq nə deyə bilərəm? Buyur, görək əmlərim qaçaq quldur saxlamayaydılar, oğurluq etdirməyəydilər, ağızlarını fararat qoyaydılar, öz kasıblıqlarına məşğul olaydılar. Belə müsibət düçar olmayaydı. Vəssalam, aşkar işdir. Burada bir höcət ola bilməz. Demək, Rüstəm bunların əmlərin diyar salıbdır və səbəb bu imiş ki, əmləri də qaçaq quldur saxlayıblar və belə deyək də, Rüstəm bəygil tərəfə söyüş filan söyüblər. Ona görə də artıq Rüstəm bəy onları bu cür vəziyyətə salıbdır. Mələk xanım, oğul, 5 il üzü qibləyə namaz qılıb, Allaha çağırıb yolunu gözləmişəm. İndi sən də belə, yoxsa oğul, səni yoldan saadət çıxardıb. Fəxrəddin, sözüm var, söz danış, qəlbə dəymək nə lazım? O şeyləri ki, mən sizə burada deyirəm, onu saadət də yəqin orada deyir. Ancaq başa düşmək gərək. Əlavə məgər, mən ya saadət müqəssirik ki, bu vəhşi tayfa içində yaranmışıq, müqəssirik ki, cəmaat qudurmuş heyvan kimi bir-birini qapır. Nədən ötürü? Bir qarış yerdən ötürü, yanımdan keçdin, mənə salam vermədin. Ondan ötürü, bunların hamısı vəhşilikdən və nadanlıqdan və həmçinin xainlik göz görtürməməlikdir. Anam, qardaşım, bari siz mənə əziyyət verməyin. Allah xatirinə, onsuz da mənə müsəlman qardaşlarım nadanlığı qəm dəryasına qərq eləyir. Məgər cəmi müsəlmanın dərdi mənim üçün kifayət deyil. Bircə buyurun görək, cavan Rəşid bəyin taxsı nə idi ki, onu mənim atam doğramışdı. Hərgah Rüstəm bəy ilə atam düşməndir. Rüstəm bəyin özünü öldürsəydi, nəinki cavan oğlunu. Deyir, atam Rüstəmin özünü öldürərdi. Niyə cavan uşaq öldürübdür? Şahmar bəy, qardaş, səndə nə sözə eşitdim ki, sinəmə güllə dəysəydi, 1000 pay ondan yaxşı idi. Dəxi, sənə nə deyim? Mən elə qorxuram ki, Saadət xanım da gətirib orada bizə calayasan. Mələk xanım, oğul, bu sözləri bizim yanımızda danışdın, bari özü yerdə danışma. Bizi qorxaq rüyamız hesab edib ayaq altına itirərlər. Oğul, canım sənə qurban, oğul, aman günüdür. Fəxrəddin bəy, sizin danışığınızdan belə məlum olur ki, güya bizim bu xaraba vilayətdə heç bir insan sifətində adam tapılmaz. Cəmanə ki, mənim insaflı hərəkətimi burada binamus hərəkət hesab edə bilirlər. Şahmar bəy, qardaş, Allah xatirinə nə söyləyirsən? Bizim yerlərdə insaf nə qayırır, mürüvvət nə qayırır? Xalq güclə başını girələyir. Hərgah bilsələr ki, sən faqir adamsan, dinc adamsan, bir gün səni rahat qoymazlar. Öz evində yatasan, olub qalanını aparıb adamı qoru yurtda qoyarlar. Sən nə fikir eləyirsən? Uşaq deyirsən ki, vallah, billah, tallah. İnan qardaş, hərgah sən xəlvətdə Rüstəm bəyin nökərlərinin birisinə rast gəlsən, o dəqiqə sənin başını qoyun başı kimi kəsərlər. Bunu yəqin bil, Mələk xanım. Quran oxumaqdan donuz darıdan çıxmaz oğul. Sən bu xarabanı işinə bəlabələrsən. Şahmar nə deyir, sən onun sözünə qulaq ver. Əlavə Saadət xanım barəsində Pambolu qulağından bilmərrə çıxar. Hansı məlunun qızı deyil. Hərgah Saadət ayağını bu evə bassa, o saat özünü boğub öldürməyə, dinindən dönməyə. Özün bil oğul. Bu da Saadəti istəmir də, yəni Mələk də Saadəti istəmir gətirsin. Fəxrəddin bəy, çox uzun danışdıq, kifayətdir. Mənim axır sözüm budur ki, mən cəllad deyiləm, adam öldürən ya öldürtdürəm. Hərgah mənim özümü öldürmək istəyirlər, nə eləmək? Qoy öldürsünlər. Mən bir can borçluyam, o ki qalır Saadətə, onu məndən bir əcəl ayıra bilər. Sizdən çox təvəqqə eləyirəm ki, Saadət barəsində daxil artıq bir evdə söhbət olmasın. Kifayətdir. Mələk xanım, kifayətdir, kifayət olsun, eybi yox. Dur gedək oğul, Şahmar bəy. Allah bari səni mənə çox görməsin. Dur gedək. Şahmar bəy, bəli, Fəzilət-i Axund məlum şüd. Buyur gedək ana. Fəxrəddin bəy tək.
Qəribə işə düşmüşəm, and olsun Allaha. Bu kəsafir mədə ilə mənə ağıl öyrətmək istəyirlər. Canım, 5 gün deyil bu vəhşi tayfanın içinə gəlmişəm. Az qalıbdır ki, məni cəllad eləsinlər. Xudaya, gör mən nə dərdi çəkirəm. Bunların fikri nədir? Bədbəxt müsəlman, şəriətdən bixəbər, avam müsəlman. Fəqir füqəraları yaddan çıxıb, yetimlərə rəhm kəsilir. Elm yox, sənət yox. Girmişik meydana, əldə qılınc hərif axtarırıq. Bismillah, buyurun. Görək kim artıq bir həyadır. Kim cəbr etməkdə, baş kəsməkdə qoçaqdır. Tufu xaraba qalasan ölkə. Heyfsinə gözəl şəriət, heyfsinə özəl İslam. Hər bir şeydə mənə təəccüb o gəlir ki, anam, qardaşım bilə-bilə ki, mən saadətsiz dünyada bir gün də ömür eləmək istəməzdim. Onunla belə təmənnaya düşüblər ki, saadətin adını çəkməyin. Afərin məhəbbətinizə. Hürü kişi libasında daxil olur. Fəxrəddin bəy, kimsən, nəsisən, burada nə işin var? Hürü, qorxma, Hürü nənə sənə qurban. Mən, belə sənin qoca Hürü nənən. Fəxrəddin bəy, gecənin bu vaxtından bu libasda nə olub Hürü nənə? Allah xatirinə, tez məni hali ilə. Qorxma, canım sənə qurban. Hələ qoy bir nəfəsimi alım. Səndən savayı yaxında adam yoxdur ki, Hürü nənə. Hə, Fəxrəddin. Heç kim yoxdur. Bizdə de görüm, sadə salamatdırmı? Nə iş ittifaq düşüb? Hürü. Salamatlığa başına dönüm. Bizim o mürdəşir üzün yumuş Rüstəm bəy məlum oğlu məlum hazırlaşıb sizin evə od vursun. Gecə vaxtı və çölə çıxanı yanğın işığına gülləbaran eləsin. Bir dəli qudurmuş Cahangir bəy də var. Bilmirəm onu tanıyırsan ya yox. O da saadətə ötür dəli divanədir. Kişi istəyir, onu da gətirib köməyə bu evin adamlarını çəmən qırsın. Rüstəm bəyin tədbirini Sadət xanım və Gülbahar xanım bilib təşvişə düşüblər. Məni də göndəriblər xəbərə. Fəxrəddin bəy. Nahaq təşvişə düşüblər. Rüstəm bəy mənə heç zad eləyə bilməz. Ancaq təəccüb burasıdır ki, mən hazırlaşmışdım, gedim Rüstəm bəyin qulluq-i şərifinə bu düşmənçiliyi aralıqdan götürməkdən ötürü. İndi ki, belə oldu, neyləmək lazımdır? Hesab olmaq, məni xəbərdar eləməkdə yaxşı iş görmüşsünüz. Biçarə Sadət yəqin əziyyət çəkir. Sadə xanım biçarə özünü öldürür. Deyir, Fəxrəddin bu vilayətdən baş götürüb getsin. Aman günüdür. Qoy deyir, dünya aləmin hər nə müsibəti var, mən çəkim. Fəxrəddin başına bir tük əski olmasın. Fəxrəddin and olsun sənin əziz canına, mən dünyada belə qız görməmişəm, eşitməmişəm. Allah özü birliyi xatirinə onu səndən ayırmasın. Gülbahar gecə gündüz qardaş deyib ağlayır. Sadət xanım bir dəqiqə Gülbahardan əl çəkmir. Qulu kimi onu yalayır. Belə bacı da olmaz, ana da olmaz. Fəxrəddin, mən bir işdən çox böyük səhv eləmişəm. Hürü nənə, gərək Saadəti düz aparaydım Almaniyaya. Qalardıq orada. Demək Fəxrəddin səhv elədiyim burada boynuna alır. Bir dəqiqə. İkinci pərdəni oxuyuculaşdıraq. Qalardıq orada və bir belə zəhmət çəkməzdik. Bu vəhşi tayfanın nahaq, biinsaf, bimürvət işlərini görməzdik. İndi görək Allah nə istəyir? Fəxrəddin, Hürü. Fəxrəddin, canım sənə qurban. Mənim buraya gəlməyimi gərək heç kim bilməsin. Çünki məlum oğlu məlum bizi diri-diri boğar, dar ağacından çəkər. İndi mən gedim qurban sənə. Sadət xanım təvəqqə eləyir ki, burada qalmasın və gedən vaxt mənə görməmiş getməsin. Fəxrəddin bəy. Mən burada heç bir yana gedə bilmərəm. Əvvəla ondan ötürü ki, dəxi hicrana tapım yoxdur. Mənim saadətdən uzaq düşməyə taqətim ola bilməz. İkincisi, o işləri ki, mən başlamışam, ondan əl çəkə bilmərəm. Doğrudur, mən adam öldürən deyiləm. Amma onu mənim əlimdən Allahdan savayı heç kim ala bilməz. Hərgah bilsəm ki, saadət məhəbbətini bir dəqiqə məndən kəsibdir, ikinci dəqiqə mənim bu dünyada axır nəfəsimdir. Bu sözləri təvəqqə eləyirəm. Hürü nənə, saadətə deyərsən, hər nə istəsəm, bu dünyada hamısını o məhəbbət gücü ilə eləyə bilərəm. Hürü Saadət özü çox yaxşı bilir sən kimsən, ondan ötürü. Sən də bilirsən Saadət kimdir səndən ötürü. Allah hər ikinizi salamat edəsin. Xətadan bəladan uzaq. Gecə keçirib. Nənən sənə qurban. Dəxi mən gedim. Fəxrəddin bəy. Get, Allah səndən razı olsun. Gəl özündən öpüm. Hürü, sənə gələn dərd bəla mənim sağ gözümə. Oğul, uşağım da sənə qurban. Fəxrəddin. Hürü gedir. Fəxrəddin bəy, Rüstəm bəy tək başına. Rüstəm bəy intiqam almaq istəyir, neyləmək? Belə vay ellik ilə gələn vaydır.
Rüstəm bəydən günah yoxdur. Elmdə, sənətdə geri qalan millət bizim günümüzə düşər. Bir tərbiyyət qalmaz, bir həya, yalançı, oğru, baş kəsən, nainsaf, bir mürvət. Nə eləmək gərək? İşimiz belə düşüb. Ağsaqqal büzürgüvarımız Rüstəm bəy, mənim təqsirim nədir ki, məni öldürtmək istəyirsiniz? Bir təqsir görək bu şəriətimizdə var, Quranımızda var, ya belə iş insaf yol verə bilər? Xudaya, mən ölümdən qorxmuram. Qüdrət sənin əlindədir. Amma rəva deyil ki, mən bir belə zəhmətdən sonra öz mətləbimə çatmamış, arzuma yetməmiş, cavan və bir kərə sifət adamın əlində bir təqsir vada gedəm. Həvəslə başladığım işin aqibətini görməyib tələf olan, mənim canıma qəsd eləyən şəxs məgər Allahdan qorxmaz, xəyal eləməz, məgər cavanlıq, nakamlıq zalımın qabağını kəsməz, məgər səadətin naləsindən qorxmaz. Yenə qeybdən gələn bir səs oxunur. Artıq ikinci dəfədir ki, bu qeybdən gələn səs oxunur. Artıq 40 dəqiqədir ki, ikinci məclisi oxuduq. Üçüncü məclisi artıq növbəti video izahda çəkəcəm.